Cənablar və cənablar, tok şounun aparıcısı Nuranə Gülər. Akşamınız xeyir, hoş gəlmişsiniz. Hoş gördük sizi, hörmətli televiziya tamaşaçıları. Akşamınız xeyir olsun. Auditoriyada əyləşənlərimiz bir daha salamlayıram sizi. Hoş gördük, hoş gəlmişsiniz. Dəyərli bizim ekspertlərimiz, qonaqlarımız, hoş gəlmişsiniz. Xədicə xanım, sizi gördüm, sevindim. Hoş gəlmişsiniz, akşamınız xeyir olsun. Xədicə xanım, əziz tamaşaçılarımız, Elmət Klinikasının dəyərli həkimlərindəndir. Mən hər zaman buradan söyləyirəm ki, xanımlarımız əgər qadın xəstəlikləri ilə bağlı bir problemimiz olarsa, Xədicə xanıma müraciət edə bilərsiniz. Hoş gəlmişsiniz, Xədicə xanım. Mən bugün sizi gördüm, sevindim Ruhiyyə xanım. Xoş gəlmişsiniz. Ruhiyyə xanım da bizim çıxış yolu verilişimizin daimi ekspertlərindəndir. Ahıllara və tənhalara dəstək ictimai birliyi sədridir. Xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Və əziz tamaşaçılarımız, Elçin Quliyev bugün bizimlə bərabərdir. Sosial məsələlər üzrə ekspert, çıxış yolunun daimi ekspertlərindən, həmçinin Hüquq Müdafiə Bürosunun direktoru Elçin. Mən xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Və belə deyim də, hər həftənin 3-cü günün bir qəhrəmanı var. O da Səidə xanımdır. Səidə xanım Real Center MMC-nin direktoru. Xoş gəlmişsiniz. Hər birinizin axşamınız xeyir olsun. Ümid edirəm ki, bugün Səidə xanım bizim üçün yaxşı vakans boş iş yerləri gətirib. Hər kəs o ümidlə ki, bura gəlib ki, özünə lazım olan 3-4 dəfə gəlmişsiniz, tapa bilməmişsiniz, eyb yox, bir 3-4 dəfə də gələcəksiniz, tapacaqsınız. Darıxmayın. Ən əsası odur ki, ümidimiz olsun. Ən əsası odur ki, olsun. Çoxlarının ümidi çıxış yolundadır. Olsun. Səidə xanım, necə edək? Vakans bu yerlərimizdən söyləyək mi? Axşamınız xeyir Nuranə xanım. Axşamınız xeyir. Hər kəsi tanıyıram. Sizi, tamaşaçıları. Necə istəsəz tamaşaçılardan, iş üçün gələnlərdən başlayaq. İstəsəz mən başlayayım. Nə deyirsiniz? Səidə xanımdan başlayaq mı birinci? Səidə xanım söyləsin. Buyurun Səidə xanım, siz başlayın. Buyurun. Diqqətlə qulaq asırıq Səidə xanıma. Yenə də yenilənib. Xanımlar üçün, bəylər üçün, yəni çoxlu vakansiyalarımız var. Ali təhsilli xanımlar və bəylər üçün vakansiyalarımız çoxdur. Hal-hazırda şirkətlərə xanımlar və bəylər tələb olunur. Hüquqşünas bəylər və xanımlarımız tələb olunur. Mühasib bəylərimiz tələb olunur. Mühəndislər tələb olunur. Əmək haqqları yüksəkdir. Əmək haqqları yüksəkdir. Bəli, xanımlar tələb olunur şirkətlərə, resepsiyon, katibə, operator olaraq. Bəylər tələb olunur şirkətlərə, mühəndis kimi. Yəni, vakansiyalarımız çoxdur. Bəlkə başlayaq. Soruşaq. Bu xanımımızdan soruşaq. Xoş gəlmişsiniz. Deyəsən, ilk dəfədir sizi görürəm burada. Dayə kimi də istəyərdim. Olmasa, kiçik bir şirkətdə aşpaz kimi də işləyirdim. Yaşınız neçədir? 50. Hansı sahədə işləmişsiniz də kimi? Dayə də işləmişəm, şirkətlərdə aşpaz kimi də işləmişəm. Yalnız milli mətbəx bilirsiniz? Milli mətbəx aşpaz kimi göndərə bilərik xanıma. İlkin əmək haqqı 450 manatdır, sonra artan maaşdır. Hardadır yeri? 28 ərazisindədir. 28 may ərazisi. Siz harada yaşayırsınız xanım? Əhmədlidə. Gəlmək, getmək rahat olar sizin üçün. Metro ilə rahat olar. Olur. Gedib bir yoxlamaq istəyirsiniz? Olur. Siz verməmsiniz deyəsən mənə göndəriş vərəqlərindən. Deməli belə, xanımımızın adı nə oldu? Ədilə xanım. Ədilə xanım, göndəriş vərəqini götürürsünüz, keçirsiniz ora zəhmət olmasa, Səidə xanımı gözləyirsiniz. Proqramdan sonra Səidə xanım sizə yaxınlaşacaq. Buyurun. Xeyir. Axşamınız xeyir. Mən də aşpaz, xadiməçi, nə olsa demiş. Nə olsa deməyək. Nə olsa deyən kimi Səidə xanım çaşır. Bilmir hansı iş yerini təklif eləsin sizə. Aşpaz bir yeri idi Səidə xanım. Əgər mətbəxi yaxşı bilirsə yönləndirə bilərik. Milli mətbəxi, gürcü mətbəxini bilirsinizsə. Yox, bilmirəm. Milli mətbəxi də bilmirsiniz. Bəs aşpaz necə? Yox, aşpaz köməkçisi olsun, qabiyan olsun da belə. Sırf aşpaz yox. Aşpaza kömək edən. Təmizlikçi xanım kimi yönləndirə bilərik, əgər istəsəz. Hardadır? Təmizlik işləri. Ailəvi restoranlarda da 12 saatlıq iş qrafiki, gündəlik 10 manat əmək haqqıdır. Siz düşünənə qədər xanım danışsın zəhmət olmasa. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Mən də elə qabiyan kimi belə istəyərəm. Restoranda işləmişəm, amma indi bağlıda yoxdur. Dayə də işləmişəm. Onunla bağlı Səidə xanım danışar. Bu gənc xanımımız görüm. Axşamınız xeyir. Axşamınız xeyir. Yəni ki, resepsiyon ya... Təhsillisiniz? Xeyr, orta təhsilli. Mən də işləmişəm. Mikrofon yaxın tutun. İşləmişəm.
Aha, harda? Son iş yerim icbari sığorta olub. Operatorda işləmişəm, rus dilində ilə. Hal-hazırda şirkətdə resepsiyona da ehtiyacımız var. Sadəcə kompüterdən biraz anlayış ola bilən Bəli, xanım bəli. olsun. 300-350 manat əmək haqqı ilə. Kompüterdə bilən. İstəsəz yönləndirə bilərik o zaman sizi şirkətə. Tikinti şirkətidir. Olsun, ancaq maaş olsun, faiz olmasın. 300-350 manat əmək haqqı da fiks maaşdır. Fix maaş. Olar? Bəli, olar. Bir gedin, bir öyrənin. Buyurun. Ötən dəfə getmişsiniz, faiz olduğunu siz istəyirsiniz ki, daimi aylıq maaş olsun. Aydındır, onda buyurun zəhmət olmasa gözləyin. Buyurun zəhmət olmasa. Axşamınız xeyir, qonaqları Axşamınız xeyir. salamlayıram sizə də. Təşəkkür. Sürücü işinə görə müraciət edirəm sizə. Sürücü. Buyurun suallarınızı verin. Yaşınız neçədir mənim? 36. 36. Maşın var yoxsa yoxdur? Öz maşınım var, ancaq öz maşınımla istəmirəm. Yəni şirkət Hal-hazırda olan sürücü işində öz maşınınızla tələb olunur. Aha. Sürücü işinə. Görün burada sonra kim var? Verin mənə mikrofon zəhmət. Sonra kim var? Sürücü. Siz sürücüsüz. Buyurun. Aha, buyurun. Ağır tonajlı maşın sürücüsü. Ağır tonlajlı maşın sürücüsü. Tikinti şirkətləri üçün. Belə deyim də, mən buradan elan eləyim yenə tikinti şirkətlərinin sahiblərinə, özəl şirkətlərə. Bizə hər dəfə, hörmətli belə deyim, sahibkarlar, tikinti şirkətlərinin sahibləri, hər dəfə bizim proqramımızda sizin tikintinizdə çalışacaq olan ustalar, sürücülər, özü də yaxşı ustalar müraciət edirlər. Bəyannalar olur arasında, suvaqçılar, malyarlar, qaydaqçılar. Siz özünüz müraciət edib, nümayəndənizi göndərib, bax buradan hər həftənin 3-cü günü özünüz üçün işçilər yığa bilərsiniz. Siz dediniz ki, ağır maşınlarda sürücüsüz. Əgər belə bir işçiyə ehtiyacınız varsa, müraciət edə bilərsiniz proqramımızın sonuna qədər. Verin yanınızdakı cavan oğlana mikrofonu. Fəhlə işi. Ancaq fəhlə işi batar. Neçə yaşınız var sizin? 34. Ancaq fəhlə işləmsiz? Bəli. Təhsil də yoxdur da? Orta təhsil. Orta təhsiliniz var. Aha. Fəhlə vakansiyalarımız yoxdur hal-hazırda. Fəhlə vakansiyalarımız yoxdur. Mən çox istəyirəm ki, Səidə xanım, siz bir ali təhsilli, belə deyim, insanlarımız üçün, gənclərimiz üçün olan boş yerlərdən, vakans yerlərdən bir neçəsini sadalayasınız. Dediyim kimi şirkətlərdə mühəndislər tələb olunur, topoqraflar tələb Mühəndislər. olunur. Bəli, mühəndislər Məsələn, tələb deyək olunur. ki, hər hansı bir şirkətdə mühəndis, ali təhsilli mühəndis gələrsə, bura müraciət edərsə, onlar üçün aylıq əmək haqqı nə qədər? Şirkət əmək haqqı və iş saatı haqqında heç bir məlumat vermir. Sadəcə göndərdiyimiz işçinin professionallığından asılı olaraq müəyyən ediləcək onun əmək haqqısı. Amma yüksəkdir əmək haqqı. Amma yüksəkdir. Bəli. Aha. Onda belə deyək, bizi hal-hazırda izləyənlər, dinləyənlər, əgər sizin aranızda hal-hazırda mühəndis ixtisasına yiyələnmiş insanlar varsa və siz hal-hazırda iş yeri axtarırsınızsa müraciət edə bilərsiniz. Gördüyünüz kimi özəl şirkətlərdə sizin kimi mühəndislərə ehtiyac var, ali təhsilli mühəndislərə ehtiyac var və əmək haqqı yüksəkdir. Buyurun, buyurun Ruhiyyə xanım. Sonra mənə çox müraciətlər olmur iş barəsində. Aha. Mən buradan elan edirəm ki, mən o sentrdə və ya sentrdə işləmirəm. Sadəcə olaraq, hamı bizim təşkilata müraciət edir işlə bağlı. Mən demək istəyirəm ki, buradan diqqətli olun və onun nömrələrini götürün və ora müraciət edin. Yəni bizim təşkilat işlə bağlı heç bir məsələləri həll etmir. Ruhiyyə xanım günün deməli İctimai Birliyi, mənim əzizlərim, ahıllara və tənhalara dəstək İctimai Birliyidir. Ruhiyyə xanım günün belə deyim İctimai Birliyi ilə niyə çıxış yolu əməkdaşlıq edir? Bizim yalnız bir məqsədimiz var ki, o insanlara, o nənələrə, babalara ki, belə deyim o naxələf övladlar ki, sahib çıxmırlar, o zamanıdır ki, onların əlindən tutsunlar, tutmurlar. Bax, o olan anda Ruhiyyə xanıma müraciət edib, dəfələrlə Elçin müəllim müraciət eləmişik. Sağ olsun Ruhiyyə xanım da bizim yanımızda olub. Buyurun. Bəli, mən də hər kəsi salamlayıram. Nurani xanım, bir balaca haşiyə çıxmaq istəyirəm. Daha doğrusu elə işlə bağlıdır. Bəs hal-hazırda deyirlər ki, 30 yaşdan sonra xanımları ancaq qadınla götürürlər. Nə bilim, müxtəlif kişilər ümumiyyətlə 35-ə qədər fəhlə götürürlər, ondan sonra götürmürlər. Və bu yaşlı insanlarla da işləyən insan Ruhiyyə xanımdır. Elə o bilər də yəqin ki, bu yaşlı insanlar hara müraciət edəsin?
Yaşlı deyiləndə ki 30-35 yaş, elə də yaşlı deyil axı. Yəni siz özəl şirkətləri nəzərdə tutursunuz da, yaş Niyə həddi yox? belə Əksinə, qoyulur. Bilirəm yaşlı sizin də insanın o təcrübəsi yaralı lap yerinizdir, çoxdur. yaş Daha çox yaşlı məsələsi. insan. Belə deyək, hər bir sahədə adi mühasibi götürək. Mühasibin 40 yaşı varsa, deyir yox, mənə cavan lazımdır. Amma bu 40 yaşında mühasib ən azından 15 il, 10 il təcrübəsi var da bunun. Bu daha təcrübəlidir. Təbii ki, son dövrlərdə bizim bu son dövrlər deyək ki, bu fikir formalaşdı. Biz ötən verilişlərimizdə də bunu qeyd elədik ki, formalaşıb fikir ki, 30 yaşından sonra iş yoxdur. Çox Bəli. səhv fikir. Təbii ki, onda bizim bu yaşda nəslin təcrübəsi var. O təcrübədən yararlanmaq lazımdır. Təcrübədən istifadə eləmək lazımdır. Bax bu son mən keçən dəfə də dedim. Bu qəzalar baş verir. Hardan baş verir? Təcrübəsiz gənc sürücülərdən. Siz müqayisə edək, deyin görək. Təcrübəli sürücü daha yaxşı effekt verər bu Təhlükəli andan o daha yaxşı çıxacaq, nəinki? Yoxsa gənc sürücü. Çox böyük bir Təcrübəsiz. qlobal bir problemdir. Mən buradan müraciət edirəm şirkətlərə, özəl şirkətlərə. Düzdür, dövlətimiz yaşlı nəslə yetəri qədər qayğı göstərir. Bəli. Amma mən müraciət edirəm, təcrübəli insanların təcrübəsindən yararlanmaq lazımdır. Bu dəqiqə iqtisadi durumun yaxşılaşdırmağına birbaşa xidmət edir. Düzdür, düzdür. Məsələn, bax, siz müraciət eləmişdiniz. Zəhmət olmasa operatorlarımız göstərsinlər. Sizin adınız nə idi? Zəhmət olmasa. Ozal. Sizin. Mansur. Mansur bəy bizə müraciət edib, ağır tonlajlı maşınların sürücüsüdür. Neçə ildir bu işlə məşğul olmusunuz? 25-30 ildir. 25-30 il. Adam 25-30 illik təcrübəyə malik sürücüdür. Baxın, tikinti şirkətlərinə belə bir işçi sizə lazımdır ki, siz artıq o ağır tonlajlı maşınla o ağır yükləri harasa aparıb gətirəndə siz arxain olacaqsınız ki, mənim sürücüm professionaldır, peşəkardır. Rahatlıqla malı, yükü aparıb gətirəcək. Bir də bizim hüquq müdafiə bürosuna hüquqşünas tələb olunur. Xanım, bəy fərqi yoxdur. Yəni varsa müraciət eləsin çıxış yoluna, bizə yönləndirsinlər. Burada varmı aranızda? Hüquqşünas. Hüquqşünas olan varmı? Yoxsa zəng də vurub əlqə saxlayıb gələ bilərlər. Mən çox sevindim Elçin müəllim. Əslində bizə boş iş yerləri deyən kimi mən çox sevinirəm. Hal-hazırda bizi izləyən gənclər arasından, gənclər deməyək, ümumiyyətlə, hə? Başqa bir yerdə işləyib hal-hazırda işsiz olanlar, amma hüquqşünaslar. Hətta təcrübəsi olmasa da belə olar, biz öyrədərik onu. Təcrübəni sizin büroda keçə bilərlər. Çox yaxşı, bu çox yaxşıdır. Biz onlara göstərməliyik ki, yəni təcrübəsi olmayan harda təcrübə keçməlidir? Hüquq müdafiə bürolarında. Bəli. Onun üçün də biz şərait yaradırıq ki, bizim yanımızda öyrənir. Çox yaxşı. Müraciət eləyin bizə, çıxış yoluna müraciət edin. Yeni yaranmış hüquq müdafiə bürosunda hüquqşünaslara ehtiyac var. Əgər siz də hüquqşünassınızsa, hal-hazırda işləmirsinizsə, işlə təmin olunmaq istəyirsinizsə, buyurun çıxış yoluna müraciət edin. Mikrofonumuz kimdədir? Buyur, oğlum, buyur. Axşamınız xeyir. Mən ali təhsilliyəm, hərbi xidmətdə də olmuşam, sertifikatım var kompüter bilikləri üzrə, ofis proqramlarını da bilirəm. Energetika mühəndisliyindən qurtarmışam. Nəyi? Energetika mühəndisliyi. Energetika mühəndisliyi. Hara qeydiyyatısınız? Mən Quba qeydiyyatı. Hal-hazırda bizdə Batamdardda bir şirkət var, ora ehtiyac var mühəndisə. Sadəcə Bakı qeydiyyatı olmalıdır və rus dili mükəmməl səviyyədə bilinməlidir. Orta səviyyədə bilirəm. Bakı qeydiyyatı olmadığı üçün olmayacaq. Bəlkə göndərək, bəlkə o şirkətin sahibi, bəlkə şirkətin sahibindən buradan xahiş edək. Siz Bakıda yaşayırsınız amma. Bəli, Bakıda yaşayıram. Yəni ev buradadır, sadəcə olaraq Quba qeydiyyatlısı. Bakı qeydiyyatı ala bilərsiniz, 1-2 həftə sizə vaxt versələr. Yox, o mənə elə gəlir ki, o... Biz yönləndirmişik buradan liderdən işçi ora. Bir dənə bizim təmizlikçi xanımımız işləyir. Və bir dənə də bəy yönləndirmişdik parkovşik kimi. Ancaq o 2 həftə ərzində Bakıya qeydiyyat ala bildi, işə götürdülər. Məsələ ilə bağlı için məşğul ola bilərsiniz, sizin hüquqşünaslardan kimsə kömək eləyə bilərmi bu gəncə? Hər halda biz bir addım ataq. Biz göndərək getsin, amma o mənə elə gəlir uzun məsələdir axı o. Mənə də elə gəlir ki, uzun məsələdir. Ola bilər ki, o müvəqqəti qeydiyyat yaşadığı ünvanı göstərəcək. Gedib həmin bələdiyyədən arayış alacaq ki, həqiqətən filan ünvanda yaşayır. Müvəqqəti olaraq yaşayır. Amma daimi qeydiyyat, yəni bu mənə elə gəlir ki, bəli. Göndərəkmi? Biz göndərək, orada danışsınlar. Getsin danışsın da. Olar mı? Hər halda o şirkətə ali təhsilli bir insan lazımdırsa mühəndis, onda siz gedin. Gedin, zəhmət olmasa reklamlardan sonra davam edəcəyik əziz tamaşaçılarımız.
sizə və Elmət Klinikasının bütün həkimlərini buradan salamlayıram. Bizim mikrofonumuz kimdə qalmışdı? Buyurun, zəhmət olmasa. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Adım Naildir. Ticarətdə satıcı iş axtarıram. Supermarketdə menecer, mal qəbulu operatoru, ambardar. Buyurun, Səidə xanım. Mal qəbulu işində işləmisiniz yoxsa? Bəli, işləmişəm mal qəbulunda. Bires proqramını bilirsizmi? Hər terminal, mən başqa terminalda işləmişəm. Post terminal deyilən bir köhnə proqramda. Hal-hazırda mal qəbulu işimiz var. Saat 8-in yarısından 5-ə kimi iş vaxtıdır. 300 manat əmək haqqısıdır. Artan əmək haqqıdır. Ancaq Bires proqramını mütləq bilməniz lazımdır. Birsə proqramı. Varmı elə bir digər adam o proqramı bilsin? Aramızda varmı? Bir də oteldə bel boyu iş istəyirəm. İngilis dili bilirsinizmi? Bəli, ingilis dili istəyirəm. İşləmisiniz bel boyu olaraq? Xeyr, təcrübəm yoxdur. 15 gün lap olsa treninqdə keçərəm bunları. Şıxılda oteldə var bel boyu işimiz. İngilis dili bilən bəylər tələb olunur. Yaşınız neçə dediniz? 28. Yönləndirə bilərək bel boyu kimi. Gedə bilərsiniz? Rahat olar sizin üçün Şıxıl ərazisi. Harada yaşayırsınız? Mən Əmircanda qalıram. Əmircanda sizin üçün çox ağır olar, çətin olar. Şəhərin o başından bu başına gəlib getmək çox çətin olar sizin üçün. Yanınızdakı oğlana verin mikrofonu. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Hərbi xidmət başa vurmuşam. İndi İqtisad Universitetində qiyabı olaraq təhsil alıram. Mühafizə işi və afsan işi. Aha. Hərbi xidməti başa vurur və qiyabi təhsil alır. Tələbə. Əmək haqqısı nə qədərdir? Orada 300 manat əmək haqqıdır, plus əlavə faiziniz də olacaq. Gənclik ərazisindədir. 9-dan 9-a iş vaxtıdır, 15 gün gecə, 15 gün gündüz. Təcil əfsan tələb olunur. Gedə bilərəm. Gedərsən? Bəli. Hə? Gəl. Götür bunu. Səidə xanımı gözləyirsən proqramın sonuna qədər gözlə. Buyurun, zəhmət olmasa, axşamınız xeyir. Ali təhsilliyəm. 12 il mühafizə xidmətində işləmişəm, iş təcrübəm. Aha. Mühafizəçi kimi işləyirəm. Mühafizəçi kimi yeni mühafizə şirkətində işimiz gəlib əslində. Sadəcə orada onların tələbləri biraz başqadır. 1.80 boy olmalıdır, mütləq çəkili olmalıdır. Sizin boyunuz nə qədərdir? Dövlət işində işləmişəm, mühafizədə stajım da var. Onlara biraz ağır çəkili lazımdır. Cüssəli. Var aramızda belə biri. Buyur. Salam, axşamınız xeyir. Mən elektrik işi üçün müraciət eləmişdim sizdən. Elektrik. Nə elektriksiniz? Elektrik monitör. İşləmisiniz yoxsa yox? İşləmişəm bəli. Nə qədər vaxtdır? 2-3 il işləmişəm. Təhsili var yoxsa yoxdur? Sertifikatım var. Mütləq yəni təhsilli, sadəcə kurs bitirmək istəmirlər. Şirkət olaraq ali təhsilli istəyirlər. Əgər hal-hazırda bizi izləyən aranızda ali təhsilli elektrik varsa, bir şirkət var, nə şirkəti? Özəl şirkətdir. Ali təhsilli tələb olunur, yaşın fərqi yoxdur. Orada yəni 45-50 yaşa qədər olar. Əmək haqqısı yüksəkdir. 350-400 manatdan başlayır. Ali təhsil olsun. Bəli, mütləq ali təhsil lazım. Bizə müraciət edə bilərsiniz. Bizi izləyənlər arasından, evdə bu dəqiqə bizi izləyənlər. Əgər sizin ali təhsiliniz varsa, elektriksizsə, təcrübəniz də varsa müraciət edin. Qaynar xəttimiz də ixtiyarınızdadır. Bax, elə bu dəqiqə müraciət edə bilərsiniz. Və mən hal-hazırda bizim izləyənləri nəzərə çatdırmaq istəyirəm. Qısa nömrələrimizi Azərsel və Nar abonentləri diqqətli olun. 6018-ə qısa olaraq SMS göndərirsiniz. Daha sonra operatorlarımız səhv mi dedim? Səhv dedim. 6018-ə zəng edirsiniz mənim əzizlərim. Sizinlə operatorlar əlaqə saxlayacaqlar və boş iş yerləri haqqında sizə ətraflı məlumat verəcəklər. Baksel abonentləri isə 686-ya qısa olaraq zəng edirsiniz və bütün abonentlər iş sözünü yazırsınız. Bax, SMS budur. İş sözünü yazırsınız. 30-15-ə iş sözünü göndərirsiniz. Daha sonra sizə yenidən zəng edəcəklər operatorlar və dediyim kimi boş iş yerləri haqqında sizinlə danışacaqlar. Və yeni saytımızı da diqqətinizə çatdırmaq istəyirəm. Bu sayt vasitəsilə də özünə iş tapmaq istəyənlər çox asanlıqla tapa biləcəklər.
İştap.az bu sayta daxil olursunuz və bu saytda sizə lazım olan boş iş yerləri haqqında ətraflı məlumat əldə edirsiniz. Mikrofonumuz kimdədir? Buyurun, zəhmət olmasa. Axşamınız xeyir Nurana xanım. Axşamınız xeyir. Sizi salamlayıram, qonaqlarınızı salamlayıram. Deməli, satıcı iş axtarıram. Satıcı. Meyvə satıcılığı, 10 il təcrübəm var. Meyvə. Meyvə satıcılığı, soba işi. Necə soba? Sobada da işləmişəm, peçnik, şirniyyat pişirəm. Şirniyyat sexdə. Şirniyyat sexdə. Çörək sexində də onda işləyə bilərsiniz də. Bəli, amma indi adını çəkmirəm MMC-ni. Yox, adını çəkməyək, hə. Orada işləmişəm. Yeni işinizin inşallah adını çəkərsiniz burada. İnşallah. Sizi təbrik eləyərik. İnşallah. Onda siz yaxşı işlərdə işləmisiniz. Orada işləmişəm, bir də usta köməkçisi olmuşam PVC-də. PVC. Qapı pəncərədə. Qapı pəncərə üzrə. Plastik qapı pəncərə. Ustayam, usta köməkçisiyim. Plastik qapı pəncərə üzrə yoxdur, ancaq dəmir qapı ustalar tələb olunur. Birinci ay 500 manat əmək haqqı ilə 9-dan 6-ya kimi iş vaxtı qalmağa yer verilir. Şeydə qaynaqçı. Qapının hər şey bilməlidir, təkcə qaynaq deyil. Var burada aramızda belə. İkinci ay isə 900 manat əmək haqqı ilə. Bakıda tələb olunur. Binə ərazisindədir. Binə? Bəli. Binə ərazisində bizi izləyənlərin arasında varsa hal-hazırda dəmir qapı, belə iri qapılar. Bəli. Dəmir iri qapıların yığılması, onların hazırlanması, yaxşı ustaya ehtiyac var bina ərazisində. Yaşın heç bir fərqi yoxdur. Əgər 60 yaşında da o insan o işi bacararsa, dir müdürət, heç bir problemi yoxdur. Əsas odur ki, usta olsun. Bəli, əsas odur işini bacaran biri olsun. Çox gözəl, mən bilirəm ki, belə ustalar var, yəqin ki, bizə müraciət eləyəcəklər. Amma sizin də yaxşı işləriniz var idi. Deməli, çörək sexində, şirniyyat sexində siz sobada işləyə bilərsiniz. Sobada hər adam işləyə bilmir. Bilirsiniz, çox isti olur həddindən artıq. Çox isti olur. Varmı Səidə xanım belə bir münasib yerimiz? Hal-hazırda şirniyyatçı keçən verilişlərin birində bir bəy oturmuşdu buradakı, hansı ki, şirniyyat işi ancaq xanımları üçündür dedi. Bizim yeni vakansiyamız gəlib artıq. Bugün şirniyyatçı bəylər də tələb olunur. Şirniyyatçı? Bəli, şirniyyatçı bəylər tələb olunur. Yəni sobada işləyən yox, xeyr, şirniyyatı özü düzəltsin. Bəli. Xəmir işləri ilə. Bəli. Bizdə xanımlar gəldi, özümüz sobada pişirirdik də biz onu. O sobada pişirir. Sobada pişirmə deyil. Yəni şirniyyatçı bəy tələb olunur. 450 manatdan başlayan əmək haqqıdır, artan maaşdır. Şirniyyatçı var aranızda? Xanım satıcı işləri yoxdur. Xeyr mənim. Aha, yaxşı. Nuraxan, bəli. Mən həmişə müşahidə edirəm, görürəm ki, ali təhsilli insanlar, gənclər müraciət edəmir. Bəyəm onlar hamısı bugün işlə təmin olunurmu? Biz çağırış edək də buradan. Doğrudanmı görəsən onlar hamısı bugün işlə təmin olunurmu? Müraciət eləmirlər. Mən heç onları görmürəm. Çox az müraciət olunur ali təhsillilər. Əslində mən də istəyərdim ki, ali təhsili olan, amma hal-hazırda işsiz olanlar bizə müraciət etsinlər. Səidə xanımın ümumilikdə hər dəfə, hər həftənin 3-cü günü gətirdiyi iş yerləri arasında məhz sizin üçün iş yerləri daha çox olur, yüksək əmək haqqı ilə. Ali təhsillilər, ona görə bizə müraciət edin. Buyurun Elçi müəllim. Nə deyim də, olar ki, bunu biz indi bu dəfə əgər PR eləyiriksə, bu gün gələn həftə üçün ali təhsillərə uyğun, belə deyək, ofis daxili işlər falan, bu qara işləri demirəm də mən. Yəni onları elan eləsin. Gələn həftə həmin insanlar, həmin sahənin insanları gəlsinlər bura o işlər üçün. Səidə xanım, buyurun, dinləyək onları. Diqqətli olaq, buyurun. Otellərdə hal-hazırda rus, ingilis dili bilə bəylər tələb olunur. Yaş məhdudiyyəti 35-38-ə qədər ola bilər. Adil kadr olaraq HR menecer kimi. Əmək haqqısı 600 manatdan təklif olunur, ancaq artan əmək haqqıdır. İş saatı saat 10-dan 6-ya kimidir. Həftədə bir dəfə istirahət günü verilir. Nahar şirkət tərəfindəndir. Güzel. Xanımlarımız tələb olunur. Dediyim kimi şirkətlərə resepsiyon xanımlar tələb olunur. Rus dili, ingilis dili bilən. İş saatı 9-dan 6-ya kimi, 10-dan 6-ya kimi. Həftədə bir dəfə istirahət. Əmək haqqıları 350-400 manatdan başlayan əmək haqqı ilə. Operator xanımlarımız tələb olunur. Mühasib xanımlar və bəylər tələb olunur. Hüquqşünaslar tələb olunur. Mühəndislər, topoqraflar tələb olunur. Yəni vakansiyalarımız çoxdur. Yəni əmək haqqıları da yüksəkdir. Bəli, əmək haqqıları yüksəkdir. Mühəndislərdə 600-800 manatdan başlayan əmək haqqı ilədir. Dizayner xanımlar tələb olunur, Corel Photoshopu bilən. Yəni dediyim kimi vakansiyalarımız çoxdur. Burada müraciət etsələr çox yaxşı olar. Yox, əgər bura müraciət etmirlərsə qısa növbələrimizlə əlaqə saxlasınlar. Operatorlarımız onlara aktiv olaraq cavab verəcəklər. Uyğun işlərə yönləndirəcəklər mütləq. Əgər ehtiyac varsa mən nömrələri bir daha xatırladım.
Azərsel və Nar abonentləri neçəyə zəng etsinlər? 6018 nömrəsi ilə Baksel nömrələrlə 686-ya əlaqə saxlaya bilərlər. Əks halda 3015 nömrəsinə iş yazıb göndərsinlər. Bizim operatorlarımız aktiv olaraq onlara geri əlaqə saxlayıb uyğun işlərə yönləndirəcəklər və çalışacağıq ki, onları işlə təmin edək. Aha, və yeni bir saytımız var, ishtap.az. Bax, bu sayta da daxil olursunuz. Bu saytda da özünüzə uyğun iş yerləri tapacaqsınız və mən ümid edirəm ki, növbəti həftə biz burada ali təhsilli mühəndisləri, hüquqşünasları, menecerləri görəcəyik və onlar özlərinə uyğun iş tapacaqlar. Reklamlardan sonra davam eləyəcəyik.